Bəli, dəqiqləşdirmək üçün sizi təkrar UZI-yə salacağam. Analizləri verəcəksiniz, mən sizə öz fikrimi də bildirəcəm. Əməliyyata göstəriş var, yoxsa yox. Bu UZI-yə əsasən var. Amma o UZI normal UZI deyil. Niyə? Sizdə qarın boşluğuna baxdılar, həmən daçıqla da boğaza baxdılar. Düzmü deyirəm? Udqun. Mən indi sənin normal zob UZI-sinə salacağam. O ölçülərə dəqiq baxacağam. Qanda yoxlayacağım, şübhəlidir yoxsa yox. Qana vermişdik. Və əməliyyata gəlsə də belə burada orqan qoruyucu əməliyyat olma ehtimalı da var. Ayrı analizlər var. Yox. Bu kifayət eləmir. Müayinəviz tam deyil. Tam normal müayinə edib öz fikrimi bildirəcəm. Halsızlıq, yorğunluq, əzginlik, sümüklərdə ağrılar, yuxu pozuntusu, əsəb. Əsəb çox da belə uzunluğu zaten onlar normaldır. Yorğunluq da indi bir ay onlar var. Vəz. Bəs ona görə deyirəm də mənə normal UZI lazımdır. Qanı verin, UZI-dən keçin. UZI-ni keçən kimi gətirin mənə baxım. Siz Lənkərana bu qayıtmalısınız bugün. Təcili yazıram. Çalışaq kömək edək, çıxsın analizlər. Qanı verin, UZI-dən keçin. Gözləyin. Analizlər 2 saata hazır olsun. Gəlin öz fikrimi, son diaqnoz qoyacaqsınız. Yox Şənəcan.